Gəlin sizə maraqlı bir açıqlama verim fən üstü inteqrasiya ilə bağlı. Çoxlarınız müəllimlərin işə qəbulu imtahanında inteqrasiya ilə bağlı sualları cavablandırarkən bəzi çətinliklər yaşamısınız. Fən üstü inteqrasiyanı biz necə ayırd edə bilərik? Necə fərqləndirə bilərik? Nə ilə seçilir? Bilmək lazımdır ki, fən üstü inteqrasiya real həyati bacarıqlar formalaşdırır şagirdlərdə. Və əgər məqsəd şagirdlərdə real həyati bacarıqları formalaşdırmaqdırsa, onda fən üzrə bacarıqlar yalnız bir vasitə rolunu oynaya bilər. Bilməliyik ki, fən üstü inteqrasiya şagirdlərdə 21-ci əsr bacarıqlarının tətbiqini tələb eləyir. Bəs nələr, hansı bacarıqlar daxildir bura? Qərar vermə bacarığıdır, məsuliyyətdir, tənqidi düşüncə, problem həll etməlidir, əməkdaşlıq bacarıqlarıdır. Biz bunu bir tapşırıq üzərində tətbiq edək. Son dönəmlərdə Azərbaycanda yağan intensiv yağışlar bir çox vətəndaşımızın yaşayış ərazisini çox yararsız bir vəziyyətə gətirmişdi. Şagirdlərə biz bu şəkildə tapşırıq verə bilərik ki, o insanların yaşayış şəraitini yaxşılaşdırmaq və yaxud da yeni bir yaşayış massivi seçməklə bağlı təklif irəli sür. İrəli sürdüyüm bu təklifin həm müsbət cəhətlərini, həm də ki, çatışmayan cəhətlərini analiz elə. Tapşırıq vasitəsilə şagird nə edəcək? Həm coğrafiya, həm fizika, riyaziyyat və digər deyək ki, təbiət və texniki fənləri işə salaraq öz bacarıqlarını tətbiq edəcək. Və bu onu göstərdi ki, şagird fən üzrə əldə etdiyi bilik və bacarıqları real həyati problemlər üzərində tətbiq edəcək. Əgər situasiyanın cavabı real həyati bacarıqdırsa, bu olacaq fən üstü inteqrasiya. Yox, əgər konkret fən üzrə bacarıqlar tələb edirsə, bu olacaq fən daxili və fənlər arası inteqrasiya.